Salam, hörmətli dinləyicilər. Gəlin sizlə maraqlı bir həndəsə sualına baxaq. Əvvəlcə tapşırığın şərtini oxuyaq, sonra tapşırığı həll etməyə çalışaq. ABC bir düzbucaqlı üçbucaqdır. AB perpendikulyardır BC-yə. I üçbucağının ABC üçbucağının daxilinə çəkilmiş çevrənin mərkəzidir. AB 6-dır, BC 8 olduğuna görə AIC üçbucağının sahəsini tapın. Gəlin tapşırığı həll etməyə çalışaq. Biz əvvəlcə deməli ABC düzbucaqlı üçbucağından katetlər verildiyinə görə AC-ni tapa bilərik. Yazırıq ki, AC bərabərdir. AC bərabərdir. Pifaqor teoreminə görə 8-in kvadratı üstə gələk 6-nın kvadratı. O da bərabərdir 100. O da bərabərdir 10. AC-ni biz 10 tapdıq. İndi biz bu şəklin üzərində deməli ABC üçbucağında toxunma nöqtəsini bir M hərfi ilə işarə edək. Bunu şəklin üzərində göstərək. Toxunma nöqtəsini bir M hərfi ilə işarə edək. Deməli, çevrənin mərkəzini, yəni I nöqtəsini M nöqtəsi ilə birləşdirək. Məlumdur ki, IM perpendikulyardır AC-yə. IM həm də bərabərdir ABC üçbucağının daxilinə çəkilmiş çevrənin radiusu, yəni R-ə. O zaman biz məlum düsturdan yaza bilərik ki, R bərabərdir düzbucaqlı üçbucaqda düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusunun düsturundan yaza bilərik ki, 6 üstə gələk 8 çıxaq 10 bölək 2. O da bərabərdir 14 çıxaq 10 bölək 2. O da bərabərdir 4 bölək 2. O da bərabərdir 2. Deməli, bu düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu 2 oldu. Digər tərəfdən IM üçbucaq AIC-nin hündürlüyüdür. Üçbucaq AIC-nin hündürlüyüdür. O zaman biz AIC üçbucağının sahəsini tapmaq üçün S üçbucaq AIC bərabərdir 2-də 1 vuraq IM vuraq AC. O da bərabərdir 2-də 1 vuraq IM 2-dir. AC də 10'dur. Biz bu ikiləri ixtisarləsək, buradan alırıq ki, S üçbucaq AIC bərabərdir nəyə? 10'a. Deməli, bu AIC üçbucağının sahəsi nəyə bərabər imiş? 10'a bərabər imiş. Bu isə C variantına uyğun gəlir. Maraqlı sual idi. Diqqətinizə görə sağ olun. İnşallah yeni videolarda görüşərik.